Deməli dostlar, ABB-də investisiya bölməsində belə bir deməli əlavə gətiriblər ki, proqrama portföyünüzdən passiv gəlir qazan. Yəni investisiya hesabınızda səhmlərinizdən əlavə gəlir qazan. Bu nə deməkdir? Bu o deməkdir ki, dostlar, əsasən siz öz səhmlərinizi deməli opsion əməliyyatları aparanlara və yaxud səhmlərinizlə müxtəlif investisiya alətləri vasitəsilə, yəni xarici bazarlarda əməliyyatlar aparanlara borc verirsiniz bu səhmlərinizi və sizin səhmləriniz üzərindən alış və yaxud satış əməliyyatları aparırlar. Əgər gəlir qazanarlarsa, bundan müəyyən bir pay alırsınız. Zərər edərlərsə isə səhmləriniz dostlar biraz təhlükəyə düşə bilər. Çünki birincisi tam zəmanət verilmir xarici bazarlarda. İkinci olaraq da ki, sizlərin aldığınız səhmin ortalama qiyməti olur ki, məsələn 40 dollardan almısınız. Əgər o onu 50 dollardan istifadə edibsə, burada ortalama qiymət qayıtma problemi olur. Ona görə də bunu aktivləşdirməməyi məsləhət görürəm əsasən.